Bilirəm ki, aramızda hələ də idmana getməyə tənbəllik eləyənlər var. Ona görə də istədim sizə 3 addımda bu tənbəllikdən necə qurtula bilərsiniz, onu danışım. İlk olaraq mən tənbələm, zaten mənim motivasiyam yoxdur. Mən həmişə belə olmuşam kimi etiketləri özünüzdən uzaq eləyin. Çünki bunlar sadəcə sizin yaratdığınız bəhanələrdir və daima bunların arxasına sığınırsınız. Ona görə də bunları ilk öncə qoyaq bir kənara. Daha sonra özünüzə realistik bir hədəf yaradın. Yəni, baxdığınız bir fitness influenceri, hansı ki adamın işi budur, həftədə 5-6 dəfə idmana gedib bütün vaxtını orada keçirirsə, siz də bunun eynisini edəcəksiniz deyə bir şey yoxdur. Özünüzə, öz həyat ritminizə realistik formada plan qurun və çalışın ki, çox hallarda planınıza əməl edəsiniz. Daha sonra isə deyək ki, tamam, siz artıq özünüzə tənbəl demirsiniz, bir plan qurdunuz. Deyək ki, birinci gün saat səhər 9-da idmana getməlisiniz. Həmin saatda durun və idmana gedin. Deməyin ki, 10 dəqiqə dincəlim, sonra gedərəm, bu işimi də eləyim, sonra gedərəm. Çünki siz dayandıqca beyniniz əlavə bəhanələr yaratmağa başlayır. Hardan bilirsəm demək, bunu çox yaşamışam. Ona görə də dediyiniz anda durun, heç fikirləşmədən əyninizi geyinin və idmana gedin.